Düzdür, Novruz süfrəsini bol çeşidli yeməklərsiz, şirniyyatlarsız təsəvvür etmək mümkün deyil. Amma bəzən həmin gün yeyilməyən yeməklər israf olunmasın deyə sonraki günə saxlanılır. Dəfələrlə qızdırılan boyat yeməklər isə orqanizmdə bir sıra fəsadlara yol aça bilər. Şəkər bura paxlava qalır, yeyirik. Sonra səhərisi gün, 3 gündən sonra uzağı. Elə qidalanırıq ki, yəni ki, zəhərlənmə zad olmasın. Çalışırıq elə gün bişirək ki, yəni həmin gün yeyilib qutarsın, qalmasın da. Hər şeyi qatıram. Diqqət yetirmirsiniz? Yox. Niyə? Nə bilim. Yeməkdən bir ən azı yarım saat, 1 saat sonra şirniyyat yeyirik, o da az. Novruz süfrəsinin əvəz olunmaz təamı yeməklərin şahı plovdur. El arasında belə bir fikir var ki, boyat plov daha dadlıdır. Lakin boyat plovun yenidən isidilərək istehlak edilməsi də sağlamlığımız üçün təhlükə yarada bilər. Mayonezli qidaların istehlakı zamanı isə daha diqqətli olmaq lazımdır. Ümumiyyətlə yumurta, balıq, ət, toyuq, göbələk və sair kimi riskli məhsullardan hazırlanmış yeməklər 2 saatdan artıq süfrədə qalmamalıdır. Əgər həmin qidalar soyuducuya qoyulmadan otaq temperaturunda və açıq şəkildə qalırsa, onların da sonradan süfrəyə qoyulması tövsiyə olunmur. Plov hazırlayan zamanda diqqətli olmaq lazımdır. Yəni düyünün bişirilməsi prosesinə ciddi şəkildə nəzarət edilməlidir. Çünki düyünün tərkibində xüsusi bakteriyalar var, Bacillus cereus adlanan bakteriyalar var ki, bunlar qida zəhərlənmələrinə səbəb ola bilər. Birincisi düyü yaxşı bişirilmədikdə və ikincisi plov bayat yeyildikdə. Yəni dəfələrlə plov termiki emala məruz qalarsa, dəfələrlə qızdırılarsa, həmin bakteriyaların inkişaf etməsi üçün əlverişli şərait yaranır. Bunu bəzən plovun tamında hiss olunan, dadında hiss olunan dəyişiklikdən də bilmək olar. Yeməklərdən dərhal sonra yüksək kalorili şirniyyatların yeyilməsi də yol verilməzdir. Novruz təamlarından olan şəkərbura, paxlava və digər şirniyyatlar tərkibindəki yağ və şəkər səbəbindən yüksək kalorili qidalar hesab olunur. Bayram ərəfəsində hazırlanan yeməklər onsuz da kifayət qədər ağır yeməklər olur. Bir də bunun üzərindən çayla şirniyyat yemək yüksək kalori göstəricilərinə malik olduğu üçün şirniyyat təbii ki, mədə-bağırsaq sistemində gələcəkdə ciddi problemlər yarada bilir. Amma həmin ərəfədə mədədə ağırlıq hissi, eyni zamanda bağırsaq funksiyasının pozulması nəticəsində qəbizliyə və ümumi diskomfortluq hissinin yaranmasına gətirib çıxara bilər. Qızardılmış məhsullara yox, daha çox sobada bişirilmiş balıq və digər ət növlərinə üstünlük verilməlidir. Konservləşdirilmiş məhsullardan istifadə zamanı isə son dərəcə ehtiyatlı olmaq lazımdır. Mütəxəssislər bayram günlərində evdə hazırlanan qidaların birdəfəlik istehlak üçün nəzərdə tutulmasını tövsiyə edir. Ağcəl Əsgərli, Şəhriyar Əhmədli, ATV Xəbər.